Salam, biz STEAM Azərbaycan Festivalı 2025-ə Boat Racing kateqoriyası üzrə EcoCrane komandası olaraq başlamışıq. Bizim komandamız 3 üzvdən ibarətdir. Mən Hüseyni Səriyə. Mən Aliyə Bəkirəm. Mən İskəndər Razım. Bizim bu kateqoriyaya qoşulmaqda əsas məqsədimiz 3D modelləşdirmədə, elektronikanın əsaslarında və mühəndislik bacarıqlarında özümüzü inkişaf elətdirməkdir. Biz bu prosesi ilk öncə 3D modelləşdirmə ilə başlamışıq. Biz bu işi Carbon Shape proqramını verəmişik. Bizim hissələrimiz safdan çıxdıqdan sonra isə onun elektronikasına başlamışıq. Gəlin indi isə elektronikasına nəzər salaq. Cəmimizin elektronikası bunlardan ibarətdir. 2 ədəd fırçasız motor, 1 ədəd 306 mAh-lik lipo batareya, 2 ədəd 45 amperlik ECC, bu ECC-lərin mənfi qütbü və siqnal ötürücüsü olub, müsbət qütbü olmadığı üçün bunlara güc vermək üçün Skywalker-ın 40 amperlik ECC-sini əlavə etmişik. Bizim idarəetmə pultumuz FlySky-ın TM10 pultudur. Bu pultla əlaqə saxlamaq üçün 1 ədəd qəbul edicini gəmimizin elektronikasına quraşdırmışıq. İndi isə gəlin gəmimizin su keçirməzliyi və suda manevrlarını test edək.